Bugünkü mövzumuz aşağı gastrointestinal sistemin xərçəkləridir. Aşağı gastrointestinal sistemə də kolon, rektum və anus xərçəkləri olmaqla 3 yerə bölürük. Ümumiyyətcə adətən kolon və rektumun xərçəkləri yüksək faizlərlə bir yerdə rast gəlinir və biz bunları kolorektal xərçəklər adlandırırıq. Və statistikalara əsasən kolorektal xərçəklər ABŞ-da xərçək ölümlərində ağciyər xərçəyindən sonra ikinci yer tutur. Patogenezində əsas poliplər durur. Polipləri biz belə adlandıra bilərik ki, polip mukoza səthində görünən çıxıntılardır və yuvenil poliplər, hiperplastik poliplər və adenomatoz poliplər olmaqla biz bunu ayırırıq. Ən çox malignitlərə səbəb olan poliplər adenomatoz poliplərdir. Və burada da risk faktorları var. Biz bundan birazdan danışacağıq patogenezdən sonra. Bu şəklə əsasən yatkınlıq olaraq körpə uşaqlarda genim xətti genetik xəstəliklərindən və cinsiyyətdən asılıdır. Amma yaş böyüdükcə metabolik sindrom, diabet, obezite, həyat tərzi, antibiotik istifadəsi, siqaret, alkoqol və sair bu kimi faktorlar daha çox yaranmasına səbəb olur. İndi davam eləyək. Dediyimiz kimi ən çox adenomatoz poliplər kolorektal xərçək riskini yüksəldir və İnsanların orta hesabla, orta yaşlı insanların 30%-də, yaşlı insanların isə 50%-də biz adenomatoz polipləri müşahidə eləyə bilərik. Lakin bunlardan da 1%-i malignite yaradır. Və ümumi götürdükdə polipli xəstələrin 5%-nə qədərində nəticədə gizli qan testi pozitiv olur. Əksəriyyəti polipli xəstələrin simptomsuz olur və biz klinik əlamət müşahidə etmirik. Belə, poliplərlə bağlı bu qədər. Daha sonra bizim polipimiz in situ karsinoma inkişaf eləyir. Bu in situ karsinomun tərkibində var adenomatoz karsinom, displastik lezyonlar və şiş hüceyrələri və bunların üçü bir yerdə molekulyar dəyişikliklər fonunda yaranmışdırlar. Bu molekulyar dəyişikliklər sonunda invaziv xərçəngə səbəb olur. Yəni in situ karsinomdan invaziv xərçəngə keçid eləyir. Ümumiyyətlə bu dəyişikliklərdən əlavə biz həmin bu kompleksdə KRAS protoonkogenlərində nöqtəvi mutasiyalara rast gələ bilərik. Eyni zamanda gen aktivasiyasına səbəb olan DNT hipometrilyasiyasını görə bilərik və əsas problem bizdə 5-ci xromosomun uzun qolunda olan APC gen hissəsində DNT itkisidir. APC-də ailəvi polipoz koli genləridir bu. Bu poliplərin əlaqəli bir gendir. Bunun haqqında birazdan danışacaq xəstəliyin özündə. Və bununla bir yerdə digər bəzi şiş basqılayıcı genlərdə də biz alleyik itkilər müşahidə eləyirik. Ümumiləşdirdikdə bunu ya şiş basqılayan genimizdə itki var, ya da ki, hər hansı bir onkogen aktivləşir. Mutasiya nəticəsində onkogenimiz aktivləşir və bunun nəticəsində olaraq patogenetik olaraq bizdə xərçəng formalaşır. Ümumiyyətcə bir polipin xərçəngə dönüşmə riskini klinik olaraq 3 amil tətikləyir. Birinci, ümumi görünüşündən asılıdır. İkinci, histoloji özəlliklərinə baxırıq. Xərçəng bunu bir dəqiqə, bunu tamam. Üzr istəyirəm uşaqlar. Deməli, poliplərin xərçəngə dönüşmə riskini 3 amil tətikləyir. Ümumi görünüşü, histoloji xarakteristikası və ölçüsü. Ümumi görünüşündə biz saplı, sapsız adenomatoz və serotet poliplər görə bilərik ki, bunlardan da ən çoxu sapsız, yəni sesil poliplər daha çox yatkın olur xərçəngi
dönüşməyə. Sonra histoloji olaraq biz tubulyar villoz və tubulovilloz görə bilirik. Villoz poliplərimiz tubulyarlardan 3 dəfə daha çox xərçəngə çevrilməyə meylli olurlar. Son olaraq da ölçüsünə görə 1,5 santimetrdən kiçik olan poliplərdə 2%, 1,5-2,5 santi arası 2-10% və 2,5-dən böyük olanlarda isə 10%-ə qədər xərçəngə dönüşmə riski vardır. Biz əgər polip görmüşüksə, diaqnoz olaraq kolonun tamamını endoskopik və yaxud da radioloji görüntüləməliyik. Çünki bizim əlimizə gələn vakalların 1/3-də sinxron lezyonlar, yayılmış lezyonlar olduğundan dolayı biz tam kolonoskopiya etməliyik. Və bu kolonoskopiya periodik olaraq tamamlanmalıdır, təkrarlanmalıdır. Niyə? Çünki araşdırmalara görə bir adenomatoz polipin tam inkişafı 5 il sonra aydınlaşır. Yəni biz 5 il müşahidə etdikdən sonra onun xərçəngə çevrilə bilməyəcəyini aşkarlaya bilirik. Və ümumiyyətcə kolonoskopiyanı əksər alimlər 3 ildən tez məsləhət görmürlər. Çünki nə də olsa bir incidən bir prosesdir və məcbur olmadığımız müddətcə 3 ildən tez edilməsi yersizdir. Gəldik etiologiya və risk faktorlarına. Ümumiyyətcə, bu əsasən kolorektal xərçəklər çevrəsəl faktorlarla əlaqəli olaraq yaranır. Daha çox şəhər ərazilərində yaşayan insanlarda və yüksək təbəqələrdə olan insanlarda biz daha çox görürük. Buna səbəb olan faktorlara dietanı misal göstərə bilərik. Dieta deyəndə ağlımıza 3 komponent gəlir. Heyvani yağlar, insulin dirənci və liflər. Heyvani yağlar əsasən işlənmiş ət məhsullarıdır, qırmızı ətdir və heyvan məhsullarından daha çox istifadə edən şəxslərdə obezitəyə və bununla əlaqəli olaraq da kolorektal xərçəng yaranma riskinin yüksək olduğunu biz görə bilirik. İnsulin dirənci də yenə ikincili diabet, tip 2 diabet xəstələrində obezitəyə meyilli insanlarda insulin dirənci yaranır və bunun da nəticəsi ilə kolorektal xərçəng olduğu görülüb. Lifləri isə belə biz bəzi araşdırmalara görə lifli qidalar tükətməyimiz bunun qarşısını alır, amma əslində daha yeni araşdırmalara görə liflərin tükədilməsinin kolorektal xərçəngin riskinin azaldılmasına heç bir aidiyyatı yoxdur. Yəni ilk 2 faktor varsa, nə qədər lif tükətsək də qaçınmağımız çox da şey deyil. Elə. Qalxımsal faktorlar və sindromlardan biz birazdan danışacağıq. Və 25% hallarda da ailəvi xəstəlik tarixi rol oynayır. Ailəvi xəstəlik tarixində də biz polipozis sindromları və non-polipozis sindromları olaraq 2 qrupa ayıracağıq. Polipozis sindromları daha çox araşdırılıb, amma nadir görülən provokasiya edici faktorlardır. Non-polipozis sindromları isə az araşdırılıb, amma bunların kolorektal xərçəng riskini yüksəltmə ehtimalı daha çoxdur. Başlayaq polipozis kolidən. Bu bayaqki patogenez sxemidir, istəsəz baxa bilərsiniz. Burada da karosgeni, APC və s. metilyasiya pozğunluqları ilə əlaqəli prosesləri özətləyib bu şəkillər. Davam eləyək polipozis kolidən. Biz polipozis koli zamanı kolon boyunca minlərlə adenomatoz polip görəcəyik. Bu autosom dominant ötürülən bir ailəvi xəstəlikdir. Və normal və eyni zamanda neoplastik hüceyrələrdə 5-ci xromosomda uzun qolunun bir hissəsinin delesiyasını müşahidə eləyirik. Polipozis kolinin paralellik etdiyi bir sindromumuz da Turkot sindromudur. Turkot sindromu nədir? Polipozis koli və üstünə də mərkəzi sinir sistemində bədxəssəli şiş. Yəni bunlar bir yerdə Turkot sindromunu adlandırır. Turkot sindromunda görüntüsü budur katedə. Bağırsaqlarda da şiş görürük və eyni zamanda beyində də şiş görürük burada. Nadirən yeniyetməlikdən əvvəl yaranır bu xəstəlik.
və yeniyetməkdən əvvəl yaranırsa 25 yaşında tam formalaşmış olur. Cərrahi yolla müalicə edilmədikdə 40 yaşdan əvvəl demək olar ki, bütün xəstələrdə kolorektal xərçəngi biz görmüş oluruq. Hı. Polipozis koli kolon mukozasında anormal çoxalma paterni və DNT-nin reproduksiya mexanizmlərində pozulmalara səbəb olan qüsurlardan qaynaqlanır. Əgər polipin sayı birdən çoxdursa, biz bu zaman total kolektomiya etməliyik. Diaqnoz üçün flexible sigmoidoskopiyadan istifadə edirik və periferik qanda mononuklear hüceyrələrdən DNT örnəyi alırıq. Bu zamanda biz mutant APC genlərini təyin edirik, xəstəliyin daha erkən diaqnozunu qoya bilirik. Sonra MYH ilişkili polipozis vardır ki, bu da MYH genlərindəki qüsurlarla əlaqəlidir. Əsasən MUTH4H genində biallellik müşahidə olunur. Bu zaman autosom resessiv xəstəlikdir və adətən 25-30 yaşdan etibarən hər il və yaxud da 2 ildən bir kolonoskopiya ilə təqib edilməlidir. Daha sonra Gardner sindromu var. Bu nazik və yoğun bağırsaqlarda biz poliplər görürük. Gardner sindromunun əlavə olaraq digər göstəriciləri desmoid şişlər, epitelial kistlər, sonra dental anomaliyalar görürük. Retinada ləkələr, osteomalar, adrenal vəzlərdə şişlər görürük və eyni zamanda burada mədədə də poliplər görə bilirik. Sonra gəldik Lynch sindromuna, digər adda non-polipozis sindromudur. Bu əsasən yoğun bağırsağın proksimal hissəsində müşahidə olunan poliplərdir. Yenə autosom dominant tip üzrə ötürülür və adenokarsinoma adətən 50 yaşdan aşağı görülür. Bu da ortalama görülən adenokarsinoma yaşından hardasa 10-15 il daha erkəndir. Deməli, non-polipozis sindromlarda biz histoloji olaraq aşağı diferensiyasiya görürük, amma bu eyni yaşlı xəstələrdə olan sporadik kişilərdən daha yaxşı proqnoza malikdir. Və Lynch sindromunun müşahidə etməyimiz üçün biz bir nəsildə ən azından 2-3 nəfərdə bununla əlaqəli xəstəlik görəcəyik. Məsəl üçün 2 nəsil, babadır, nəvədir və onun uşaqlarıdır. Ən azından 2 fərqli insanda bağırsaqla əlaqəli və yaxud da digər primer xərçəkləri görməliyik ki, Lynch sindromunun diaqnozunu qoya bilək. Niyə digər primer xərçəklər dedim? Çünki bu ailələrdə birdən çox primer xərçəngin olduğu şəxsləri biz tapa bilərik. Əsasən qadınlarda bu over və endometrial karsinomlarla xüsusilə əlaqəlidir. Və bundan əlavə qastrik, nazik bağırsaq, sidik cinsiyyət, pankreatobiliar və yağlı dəri xərçəklərdə müşahidə oluna bilər Lynch sindromu olan ailələrdə. Əgər qadınlarda müşahidə olunubsa və yaxud da genetikada varsa, tövsiyə edilir ki, aralıqlı olaraq pelvik uzi və endometrial biopsiya götürsün. Və əgər nəsildə Lynch sindromu varsa, 25 yaşından etibarən fərdlərə tövsiyə edilir ki, 2 ildən bir kolonoskopiya ilə müşahidə olunsunlar. Non-polipozis sindromu adətən ikinci xromosomun HMS-H2 genlərindəki mutasiya ilə və yaxud da 3-cü xromosomun HML-H1 genlərindəki mutasiya ilə əlaqəli olur. Bu zaman DNT replikasiyası pozulur, DNT instabilizasiya olur və burada biz mikrosatellit instabilitesi adlı bir görüntü görə bilirik. Bunu biz molekulyar DNT analizi vasitəsilə və yaxud da immunhistokimyəvi boyama ilə müşahidə edə bilərik. Sonra Peutz-Jeghers
sindromu var. Bu da əslində polipozislərə aiddir. Sadəcə bunlar cədvəldə verilmişdi deyə dedim hədəsinə aid bir neçə şəkil qoyum. Deməli, bu zaman yoğun bağırsaqda yenə biz poliplər müşahidə edirik, amma bununla bərabər dodaqda melanotik makulalarda görürük. Bu bizim sindromumuzu təsdiqləyir. Son olaraq da iltihabi bağırsaq xəstəliklərinin kolorektal xərçəngin yaranmasındakı riskindən danışaq. Bu zaman biz xüsusi olaraq iki xəstəliyi, xoralı kolit və həmişə müqayisə elədiyimiz Kron xəstəliyini götürürük. Adətən xoralı kolitdə yatılım daha yüksək olur. Amma ki, bunu əsasən bu iki xəstəlik arasında diferensial diaqnostikanın zəifliyi ilə əlaqələndirirlər alimlər. Ona görə də xoralı kolitin daha çox səbəb olma ehtimalı hələ də şübhəlidir. Ümumi götürdükdə pankoliti olan gənc xəstələrdə xərçəng yaranma riski daha yüksəkdir. Simptomlar adətən altda yatan digər xəstəliklərin simptomları ilə oxşar olduğundan dolayı ağrıdır, ishaldır, qanlı ishaldır daha doğrusu. Buna görə də diaqnostik üsulların dürüstlüyü də şübhəlidir. Və digər riskli hallarda biz Streptococcus bovis bakteriyasını və tütün istifadəsini, daha doğrusu desək 35 ildən çox tütün istifadəsini göstərə bilərik. Bunların altda yatan səbəb hələ də aşkarlanmayıb, amma araşdırmalara görə Streptococcus bovis bakteriyası və tütün istifadəsi əlaqəlidir. Bu əlaqəni sadəcə hələ çözə bilməyiblər ki, niyə əlaqəlidir? Belə, mənim hissəm bu qədər idi dostlar. Diqqətiniz üçün təşəkkür edirəm. Ümid edirəm ki, az da olsa nəsə bir faydası olmuşdur izahımın. Suallarınız varsa buyurun. Əllərinə sağlıq Şəfa. Çox sağ ol Şəfa, əllərinə sağlıq. Çok teşekkürler açtın. Çox sağ olun uşaqlar. Sual yoxdursa estafeti ötürürəm növbəti yoldaşımıza.